Qıcıqlanmış bağırsaq sindromu hər hansı bir səbəbdən qida borusu, mədə, 12 barmaq bağırsaq, incə bağırsaq və yoğun bağırsaqda gedən orqanların qıcıqlanması ilə, yəni düzgün işləməməsi ilə özünü göstərən bir xəstəlikdir. Qıcıqlanmış bağırsaq sindromunda ən əsas faktor sinir, stres məsələsinin, istər bu nevrolojik yöndə olsun, istər psixiatrik yöndə olsun, bağırsaqların ən əsas qıcıqlanmasıdır. Qıcıqlanmış bağırsaq sindromu bu faktorlardan başqa mədə və bağırsağımızda yaranan, yanaşı gedən xəstəliklərin nəticəsində də ola bilər. Qıcıqlanmış bağırsaq sindromunda ən əsas xəstələrdə biz ciddi qəbizlik, günlərlə davam edən ciddi qəbizlik və ya bir gündə 5, 10, hətta onun üzərinə çıxan ciddi ishallarla və istər qəbizlik, istər ishalın bir-birini əvəz eləməsindən özünü göstərən bağırsaq pozuntuları ilə görə bilirik. Və bundan başqa bəzən xəstələrdə olur ki, qəbizlik ilə yanaşı ciddi bağırsaqlarda dominal olaraq göbəkaltı nahiyədə, göbəküstü nahiyədə ciddi spazm ağrılar və ishallarla gedən xəstələrdə də həmçinin ciddi ağrılarla özünü göstərə bilir. Burada ən əsas 3 faktor. Xəstələrdə qəbizlik və ya ishal və ya bağırsaqlarda spazmla, ağrılarla özünü göstərən kliniki şikayətlər əsas götürülür.